Bu oyun bizim son şansımız ola bilər. Belə ki, Qarabağ komandası Çempionlar Liqasının liqa mərhələsinin 5 turunda 7 xal toplayıb. Növbəti mərhələyə yüksəlmək üçün ən azı 10 xal lazım olacaq. Belə olduqda növbəti oyunun vacibliyi bir qədər də artır. Hollandiya təmsilçisi Ajax komandasını 10 dekabr tarixində saat 21:45-də Tofiq Bəhrəmov adına Respublika stadionunda ağırlayan Qarabağ komandası mütləq qələbə qazanmalıdır. Qələbə qazanarsa 2 tur öncədən növbəti mərhələni təmin etmiş olacağıq. Əks halda Eintracht və Liverpooldan 3 xal almaq məcburiyyətindəyik. Sizcə Qarabağ komandası Ajaxı məğlub etməyi bacaracaqmı? Fikirlərinizi və hesab təxminlərinizi yazmağı və dəstək olmağı unutmayın. Əziz qardaşlar, dəyərli bacılar, bildiyiniz kimi Mirəy balamız üçün aylardır mübarizə aparırıq. Onu həyatda saxlamaq üçün əlimizdən gələni edirik. Nəyimiz var satmışıq, borclar götürmüşük, amma artıq borc da tapa bilmirik. Ona görə hər birinizdən dəstək olmağı rica edirəm. Ümid edirəm ki, bizi bu çətin günlərdə tək qoymayacaqsınız. Heç bir yaxşılıq əvəzsiz qalmaz. Etdiyiniz yaxşılıqlar inşallah 1000 qat ilə qarşınıza çıxar. Hər gün sancılar, ağrılar. Yəni bir ata üçün də olduqca ağırdır dəyərli dostlar. Yəni bunu sözlə ifadə etmək mümkün deyil. Sadəcə dəstək olmağınızı rica edirəm. Ümid edirəm ki, tezliklə Mirəy balamızın sağalma xəbərini sizlərə çatdırarıq. Hər birinizdən Allah rızası üçün dəstək olmağı və kömək olmağı rica edirəm. Aşağıda gördüyünüz bank hesabına gücünüz çatan qədər, səxavətiniz yol verən qədər dəstək olun. İnşallah hər şey yaxşı olur.